insanda məzlumpərəstlik var, təəssüf ki. Məsumluq kifayət eləmir ki, deyəsən mən buna itaət eləyim, bu məsumdur, bu gözəl insan deyir. Gərək o məzlum olsun ki, bunun təkəbbürü qırılsın. Biz bir adamı əziyyətdə görəndə ona rahat təvazökarlıq edə bilirik və bu bizim böyük nöqsanımızdır. İmam Hüseyin niyə ən çox tərəfdar yığıb imamlar içində soruşuram? Bəyəm digər imamların nəyi İmam Hüseyindən fərqlidir? Niyə? Çünki məzlumiyyəti aşkardır. O qədər əziyyət çəkib ki, təkəbbürə yer qoymayıb ki, onun da qarşısında təkəbbür göstərəsin. Əziyyəti ilə bizim içimizdə olan təkəbbürü sındırıb. Bu çox mühüm bir xəstəlikdir və bəşəriyyətin bəlasıdır ki, Adəmdən bugün övliyalar hamısı bu məzlumiyyəti qəbul edib. Çünki biliblər ki, onların şəraiti yaxşı olsa biz azacaq deyiblər, eybi yox. Bunların hidayəti bizim əziyyətə düşməyimizləndirsə, nə əziyyət istəsən ver bizə, biz razıyıq. Çünki bunlar qüdrətli imama itaət eləyə bilmir. Bunların içində paxıllıq var, bunların içində həsəd var.